Başı yoxdur uşağın. Başı tikə-tikə, tanınmaz halda, gözü yerdə imiş. Ciyarı partlayıb, ağciyarı, qaraciyarı, qavrğaları qırıq-qırıq. Gəncədə küçədə döyülən 18 yaşlı Elgün İbrahimov xəstəxanada vəfat edib. O, 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. Axşamüstü evdə idim, telefonum zəng elədi, götdüm bacım. Rəhməşə kimi zəng elədi, ağlaya-ağlaya deyib ki, bəs Elgünün başına iş gəlibdi, tez gəl 3 nömrəli xəstəxanaya indilər. Nə olubdu, dedi, heç nə bilmirik. Gəldik bura, hamımız burada polis nəfərləri, xeylam. Ona müraciət elədik, buna dedilər, vallahi biz də heç nə bilmirik. Həkimlərdən icazə aldıq, girdik uşağın yanına, uşağı vəhşicəsinə. Yanı döyülübmü bilmirəm, nədirsə də bu insan işi deyil. Ya döyüblərsə də bunu